Arkadi Averchenko, özündən razı, müştəbeh. Kiminsə söhbətinə qulaq asmaq yaxşı iş deyil. Ayıbdır. Finlandiya dəmir yolu qatarının birinci səviyyəli vaqonu boş idi. Mən qəzeti açıb, divara yaxın qoyulmuş divanın kənarında əyləşdim. Pəncərəyə yaxın oturub, qəzet oxumağa başladım. Giriş qapısının çırpılması səsi gəldi və mən içəri daxil olan iki xanımın səslərini duydum. Bax, görürsünüz, bura tamamilə boşdur. Mən sizə deyirdim, sonuncu vaqon boş olur. Özümüzü azad hiss edə bilərik. Bura əyləşin. Peronda Qarabəniz zabitin sizə necə baxdığını gördünüzmü? Məxməri səs cavab verdi. Bəli, onda nəsə maraqlı bir şey vardı. Siz elə bir insanla ərinizə xəyanət edə bilərsinizmi? Nə danışırsınız? Kontralto səsli xanım etiraz etdi. Kontralto, re, fa, fa2, la2 səs tonu. Kontralto səsli xanım etiraz etdi. Bəyəm, heç belə sual mı vermək olar? Sonra da mən heç vaxt, heç kimlə ərimə xəyanət etmərəm. Bilirsiniz, mən isə edərdim. Allah and olsun. Mənə elə gəlir ki, sizin əriniz heç də xüsusi biri deyil. Siz məni bağışlayın, Yelena Qrigoryevna, bəyəm siz ona valehsiz? Rica edirəm. Burada heç də məsələ valeh olub olmaqdan getmir. İş ondadır ki, mən qəti surətdə üzərimə düşən borcumu anlayıram. Bəsdirin, yaxşı görək. Səmimi sözümdür. Belə bir şey baş versəydi, mən xəcalətimdən ölərdim. Sonra da ərə xəyanət fikri belə məni dəhşətə gətirir. Adi bir fikirdir. Başqa düşündüyümüz xəyallardan heç də pis deyil. Biraz susan qadın səsinə təsir edici ton qatıb dedi. Mən sizdən kimin xoşlandığını bilirəm. Mən hətta bunun kim olduğunu belə bilmək istəmirəm. Kimdir ki? Sinitsındır? Xeyr, Sinitsin deyil. Kimdir? Ah, göyərçinim, deyin, kimdir? Mukaseyev. Ah, o mu? Siz məni bağışlayın, Yelena Qrigoryevna, lakin bu maraqsız səs tonunuzu anlamadım. Mukaseyev haqda, o mu demək olar? Yaraşıqlıdır, yaxşı pul qazanır, hər tərəfli naturası var. Qadınlar arasında cəlbedici sayılır. Xeyr, heç vaxt. Axı niyə? Niyə heç vaxt? Ərimə xəyanət etmərəm, özü də onunla. Niyə ki? Axı niyə özün də onunla deyirsiniz? Birincisi elə belə, ikincisi o hər yubka arxasınca qaçır. Onu sevmək işgəncəyə bərabərdir. Əgər siz ona qarşı lütfkar olsanız, adam başqa yubka arxasınca qaçmaz. Xeyr, lazım deyil. Sonra da adam qazandığı qələbələrə görə özündən çox razıdır. Belə adamlar işvəli, nazlı olur. Gör siz bir nələr danışırsınız. O sarsaq yalnız işvə etməyə qadirdir. Nikolay Alekseyeviç isə zəkalı insandır. Mən sizin yerinizə... Xeyr, lazım deyil. Mənə heç nə deməyin. Adam gecələri restoranda keçirir, içir, kart oynayır. Mənim əzizim, bəs o nə etməlidir? Evdə oturub corab örməlidir. Cavan insandır. O heç də cavan deyil. Onun artıq başının taç hissəsi bəyazlaşmağa başlayıb.
Əgər bəyazlaşıbsa, bu heç də yaşlı olduğu üçün deyil. Sadəcə olaraq gənc insandır, sevir, aşk yaşayır, dünyanı görür. Kontralto səsli xanım biraz fikirləşib, sonra qəti şəkildə dedi. Xeyr, siz onun haqda mənə heç vaxt heç nə söyləməyin. Heç vaxt belə bir şəxsi mən sevə bilmərəm. Sonra da o özündən razı müştəbehdir. O? O müştəbehdir. O mu özündən razıdır? Əzizim Yelena Qriqoryevna, siz nə söyləyirsiniz? Siz heç müştəbehin nə olduğunu bilirsiniz? Özündən razıdır, müştəbehdir, boş insandır. Siz onun alt paltarlarını bir görsəydiniz, sanki şanson oxuyan şarkıcı qadındır. Siyah rəngdə, ipəkdən, az qala saçaqlıdır. Siz isə deyirsiniz ki, o özündən razı müştəbeh deyil. Mən elə həmin an iki qadının səsi kəsildi. Kontralto və ondan uca olan soprano. Soprano. Mi, ki, fa 2, fa diyez 2 səs təmbiri deməkdir. Elə həmin an iki qadının səsi kəsildi. Kontralto və ondan uca olan soprano ikisi də sustu. Sanki qurbağa gölünə daş atıldı. Və dayanacağa qədər 6-7 dəqiqə bir kəlmə belə söyləmədilər. Qatar durana qədər. Və kontralto və soprano vaqonu tərk etdilər. Susaraq, bir-birinə baxmayaraq. Hətta divanın küncündə sıxılıb əyləşmiş məni belə görmədilər.